Uşaqlar nə qədər çox ekran qarşısında vaxt keçirdirsə, təxəyyülündə bir o qədər zəifləmə görürük biz. Bundan əlavə valideynlərə məsləhətim odur ki, uşaqların baxdıqları cizgi filmlərə də nəzarət etsinlər. Adətən telefonu uşağa verirlər və orada müəyyən sosial medialar var ki, orada 15 saniyədən bir videolar dəyişir. Bu da uşaqların diqqət defisitindən də gətirib çıxarda bilir, təxəyyül zəiflənməsinə də gətirib çıxarda bilir. Buna görə çalışaq ki, ən azından ekran qarşısında vaxt keçirsə belə daha uzun metrajlı filmlərə baxsın, daha uzun metrajlı olan cizgi filmlərə baxsın. Və praktikamda mən ən çox nə ilə rastlaşıram? Uşaqları gətirirlər ki, dəcəldir, valideynə qulaq asmır, müəllimin sözlərinə qulaq asmır. Biz seans ərzində uşaqla danışırıq və belə başa düşürük ki, baxdığı cizgi filmlərdə sırf bu öyrədilir. Valideyni necə əsəbləşdirmək olar, necə eləyim ki, mamam qıcıqlansın, necə eləyim ki, müəllim dərsi keçə bilməsin. Yəni, bunun üstündə diqqətli olmaq lazımdır. Mümkün qədər nəyə baxdığına baxın, yəni nəzarət eləyin. Ondan əlavə isə, əgər uşağınız az yaşlıdırsa, mütləq onun ekran vaxtına baxın. 15 dəqiqə, maksimum 20 dəqiqədən artıq uşaqlarla ekran qarşısında vaxt keçirmək olmaz.